Hörmətli qonaqlar, indi isə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhunu sükutla yad edirik. Allah rəhmət eləsin. Hörmətli iştirakçılar, Gələcəyin Peşələri Samiti Bakı çox əlamətdar bir tarixə təsadüf edir. Konstitusiya və suverenlik ilinə, Konstitusiyamızın 30, zəfərimizin isə 5 illiyinə təsadüf edir. Bugün biz bu tarixdən böyük qürurla və fəxarətlə danışırıq. Təbii ki, bütün bu uğurlara biz birlikdə nail olduq. Əziz qonaqlar, gəlin bu birliyimizi ürəkdən alqışlayaq. Gələcəyin Peşələri Samiti Bakı tədbirinin keçirilməsində əsas məqsəd əmək bazarında olan dəyişiklikləri, gələcək peşələri, qlobal trendləri və iş mühitinin mərkəzində dayanan yerli beynəlxalq peşəkar şəxslərin nitqindən sizə çatdırmaqdır. Şüarımız isə gələcəyə tərəf adlanır. Bu sadəcə bir şüar deyil, bu sadəcə bir istiqamət deyil, bu bizim gələcək məqsədimiz, bu bizim gələcək addımlarımızdır. Bugün burada müzakirələr zamanında səslənəcək hər bir fikir, əldə olunacaq qərar məhz elə gələcəyə tərəf yönələcək. Dəyərli qonaqlar, bugünkü tədbirimizdə sizi rəsmi çıxışlar, ardından isə 3 fərqli mövzuya həsr olunmuş panel müzakirələri gözləyir. Peşələrin gələcəyi bizdən nə tələb edir, gələcəyin bacarıqları, gələcəyin iş mühiti mövzusu ətrafında müzakirələr aparılacaq. İştirakçılardan ricamız həm də bu müzakirələrdə yaxından iştirak etməkdir. Çünki məqsəd sizinlə birlikdə bu mövzuları müzakirə edib qərarlar qəbul etməkdən ibarətdir. Gələcəyin Peşələri Samitinin yaradıcı komandasının konseptual ideyası əsasında maraqlı bir videoçarx hazırlanıb. Hazırda rica edəcək ki, diqqətinizi ekrana yönəldəsiniz və birlikdə həmin videoçarxı izləyirik. Hər dövrün öz qəhrəmanları var. Əllərinin zəhməti ilə torpağı oyadan, daşı yonan, ipi ilmə-ilmə toxuyan insanlar. Peşələr dəyişsə də bir şey dəyişmədi. Yaratmaq iradəsi. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Bu torpaqda təkcə evlər deyil, sabahın peşələri də inşa edilir. Keçmişdən gələn güc, gələcəyə gedən yol açdı. Bugün gənclər gələcəyin peşələrini yaradır. İndi zamana atılan oxlar zehindən, alqoritmdən, süni intellektdən atılır. Dördüncü sənaye inqilabında Azərbaycan lider olmalıdır. Və indi bizi daha böyük bir dünya gözləyir. Artıq gələcəyin peşələri qapımızdadır. İndi Azərbaycan qlobal dialoqun məkanına, ritminə, mərkəzinə çevrilir.
Video çarxda gördüyümüz ox artıq bizlə bərabərdir, buradadır. Təbii ki, Azıq mağarasının qaranlığından çıxan insan özünə bir yol seçdi və bu yol bu ox kimi zamanın içindən keçərək bizi bugünə gətirib çıxartdı. Bu oxun hansı istiqamətə yönələcəyi isə bizdən asılıdır. Çünki bu ox gələcəyimizə açılan bir yoldur. Keçmişin zəhməti, indinin zəfəri, gələcəyin vizyonudur. Bu oxun hansı istiqamətə yönələcəyi isə təbii ki, bugünün sonunda aparılacaq müzakirələrin nəticəsi əsasında bəlli olacaq. Biz inanırıq ki, bugünkü sammitimiz hər biriniz üçün faydalı olacaq. Beləliklə, sizin alqışlarınızla rəsmi çıxışlara başlayırıq. Hörmətli qonaqlar, açılış nitqi ilə çıxış etmək üçün sözü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Anar Əliyev ötürürük. Hörmətli Əli müəllim, hörmətli dövlət, hökumət, Milli Məclisin üzvləri, hamınızı ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından salamlayıram. Sizi gələcəyin peşələri sammitində görməkdən olduqca sevinirəm və şad olduğumu bildirirəm. Bugünkü məqsədimiz əmək bazarının gələcək inkişafını müəyyənləşdirən mühüm dialoqa və strateji fikir mübadiləsi ilə olan tələbdir. Əminəm ki, sammit çərçivəsində aparılacaq müzakirələr ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinə dəyərli töhfə verəcəkdir. Gələcəyə tərəf devizi altında keçirilən bu sammit, insan kapitalının inkişafı, rəqabətə davamlı kadr potensialının formalaşdırılması və bilik iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində dövlətimizin ardıcıl və məqsədyönlü siyasətinin göstəricisidir. İlk dəfə bu ilin oktyabr ayında Naxçıvan şəhərində keçirilən bu sammit, əmək bazarında formalaşmaqda olan yeni peşə və bacarıqlara dair tələblərin peşəkar müstəvidə müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin əmək bazarında sürətlə baş verən dəyişikliklərə çevik adaptasiya imkanlarının qiymətləndirilməsi də sammitin prioritet istiqamətlərindən birini təşkil edir. Qlobal miqyasda baş verən proseslər göstərir ki, süni intellektin sürətlə inkişafı, rəqəmsallaşmanın genişlənməsi və avtomatlaşmanın yeni mərhələsi dünya əmək bazarının strukturunu köklü şəkildə yenidən formalaşdırır. Nəticədə bir çox ənənəvi peşələr yeni məzmun qazanır. Əmək resurslarına yönəlik tamamilə fərqli bacarıq profilləri meydana çıxır. Qeyd etmək yerinə düşər ki, Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc olunan işlərin gələcəyi hesabatına əsasən 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22%-nin struktur dəyişikliyinə məruz qalacağı gözlənilir. Qlobal iqtisadi proseslərin əmək bazarına təsiri bununla məhdudlaşmır. Artan qlobal rəqabət hər bir ölkədən çevik qərarların qəbul edilməsini tələb edir. Bu reallıq fonunda regionlar arası əməkdaşlığın güclənməsi, beynəlxalq təcrübənin öyrənilməsi və qlobal əmək bazarına daha çevik inteqrasiyanın təmin edilməsi olduqca vacibdir. Hörmətli tədbir iştirakçıları, ölkəmizin qarşıdan gələn 10 illiklərdə uğurunun ən başlıca təminatçısı bugünkü gənclərdir. Onların yaradıcılıq potensialı, innovativ düşüncəsi və dəyişən dünyaya sürətli adaptasiya qabiliyyəti yeni iqtisadi modelin qurulmasında həlledici rol oynayacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində də əmək bazarının əsas subyekti olan insan kapitalı dayanır. Bu isə bir daha sübut edir ki, Azərbaycan artıq insan kapitalı əsaslı iqtisadi inkişaf modelini dövlət strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirib. Bu siyasətin əsas məqsədi hər bir vətəndaşın bacarıqlarını iqtisadi dəyərə çevirmək, onların əmək bazarında layiqli və davamlı mövqe tutmasını təmin etməkdir. Qeyd etmək istəyirəm ki, bu siyasətin nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi həyata keçirilmişdir. Bu islahatların illik əlavə
maliyyə tutumu 7.6 milyard manat təşkil edir. Bu dövrdə əmək müqavilələrinin sayı 44% artaraq 1.9 milyona çatmış, sosial rifahın ən bariz göstəricilərindən biri olan əmək haqqı fondu isə ölkə üzrə 3.2 dəfə artmışdır. Eyni zamanda minimum əmək haqqı 3.1 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı isə 2 dəfə artaraq 1088 manata çatmışdır. Bununla yanaşı, sosial ödənişlər sayəsində aparılan islahatların nəticəsi olaraq minimum pensiya 2.9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 2.6 dəfə artaraq 540 manata yüksəlmişdir. Əhaliyə ödənilən müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi bu dövr ərzində 5 dəfə artmışdır. Onu da qeyd edim ki, MDB ölkələrlə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz minimum pensiyada birinci, minimum əmək haqqı və orta aylıq pensiya üzrə isə ikinci yerdə qərarlaşmışdır. Həmçinin məşğulluq istiqamətində həyata keçirilən tədbirlər də artıq aşkar və ölçülə bilən nəticələr verməkdədir. Bu ilin 10 ay ərzində Nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğul tədbirləri ilə əhatə olunmuşdur. Onlardan 158 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə hazırlığına, 16 mindən çox şəxs özünə məşğulluq proqramına cəlb edilmişdir. Bundan əlavə, bu dövr ərzində 302 min şəxsə peşə yönü məsləhət xidməti göstərilmişdir. Bu göstəricilər əmək bazarının dinamik və inklüziv şəkildə inkişaf etməsini və bu inkişafda xüsusilə gənclərin rolunun yüksək olmasını təsdiqləyir. İşsiz və iş axtaran şəxslər üçün peşə hazırlıq kurslarının təşkili də dövlətin aktiv məşğulluq siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kursların əsas məqsədi insan kapitalının inkişafını təmin etməklə əmək bazarının tələblərinə uyğun peşəkar kadrların formalaşmasını, eyni zamanda iş axtaran və işsiz şəxslərin müasir bilik və bacarıqlara yiyələnərək münasib işlə təmin olunmasına şərait yaratmaqdır. Vətəndaşlara peşə bacarıqlarının aşılanması, onların yeni peşələrə yiyələnməsi və əmək bazarında iştirakının təmin edilməsi məqsədi ilə peşə hazırlıq kursları ilə yanaşı müxtəlif peşə yönümlü layihələri də həyata keçirilməkdədir. Belə ki, 2022-ci ildən başlayaraq keçirilən Peşələr Festivalı minlərlə yeniyetmə və gəncin düzgün peşə seçimi barədə məlumatlığının artırılması və əmək bazarına hazırlıqlı daxil olmasına dəstək olmuşdur. Cari ildə 11 şəhər və rayonu əhatə edən Peşəfest 2025 marafonunda 95 mindən çox gənc və məktəbli bu platforma vasitəsilə əmək bazarındakı aktual trendlərlə tanış olmaq, müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq və gələcək karyera planlarını formalaşdırmaq imkanı əldə etmişdilər. Dəyərli qonaqlar, çıxışımın sonunda qeyd etmək istərdim ki, bu tədbirdə dövlət qurumları, özəl sektor və təhsil müəssisələrinin iştirakı, əmək bazarının cari vəziyyəti və gələcək dəyişikliklərə uyğunlaşması, həmçinin peşə hazırlığı sahəsində əməkdaşlığın güclənməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət Azərbaycanın gələcək iqtisadi inkişafında peşəkar, bacarıqlı və çevik işçi qüvvəsinin formalaşmasına xidmət edir. Yekunda sammitin işinə uğurlar arzulayır, aparılan müzakirələrin gələcəyin peşələri və bacarıqların inkişafı istiqamətində faydalı nəticələr verəcəyinə inanıram. Diqqətinizə görə təşəkkür edirəm. Məzmunla çıxışınıza görə təşəkkür edirik, hörmətli Anar müəllim. İndi isə dəyərli fikirlərini bizlə bölüşmək üçün sözü Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini cənab Əli Əhmədov ötürürük. Əziz dostlar, hörmətli gənclər, bu tədbirin yəqin ki, həm mənası, həm forması, həm də məzmunu bu ifadəni işlətməyə əsas yaradır.
Sizin hər birinizi salamlayır. Hər birinizə böyük hörmət və ehtiramımı çatdırıram. Qeyd etmək istəyirəm ki, dünyada baş verən qlobal dəyişikliklərə uyğun olaraq dünyanın hər bir yerində ciddi peşə dəyişikliklərinin müşahidə olunduğu kimi Azərbaycanda da bu proses çox aktiv şəkildə özünü göstərməkdədir və bu mənada bugün gələcəyin peşəsi mövzusunda sammitin keçirilməsini mən tamamilə həm yerində, həm faydalı, həm də bizim gələcəyimizdə xidmət edən bir addım kimi qiymətləndirirəm və düşünürəm ki, bugün sizin apardığınız müzakirələr, bu vaxta qədər apardığınız müzakirələr, dialoq, bundan sonra aparacağınız müzakirələr Azərbaycan cəmiyyətinin bütövlükdə gələcəyin inkişafının əsasını təşkil edən yeni peşələrin mahiyyətini həm aydın dərk etməsi üçün, həm də o peşələrə layiqincə yiyələnməsi üçün etibarlı bir zəmin yarada biləcəkdir. Təbii ki, burada oturanların hər biri çox aydın şəkildə dərk edir ki, fəaliyyət, əmək, peşələr bütövlükdə ictimai tərəqqinin və təkamülün çox mühüm amillərindən biridir və bəlkə də belə demək mümkündür ki, ümumiyyətlə təkamülün çox mühüm göstəricilərindən biri əmək münasibətləridir və eyni zamanda əmək münasibətləri, peşələr həm də tərəqqinin vacib amillərindən biridir. Keçmişin, qədim dövrün çox qüdrətli dövlətləri yeni texnologiyalara üstünlük verən dövlətlərlə rəqabətə tam gətirə bilmədilər, yeni, daha güclü dövlətlər yarandı. Orta əsrlərdə də bu proses davam etdi, sonraki dövrlərdə də bu proses davam etdi və indi bizim yaşadığımız qlobal dəyişikliklər dövründə də həmin proses davam etməkdədir və yəqin ki, gələcəkdə indi müşahidə etdiyimiz bu rəqabət nəticəsində yeni iqtisadi güc mərkəzlərinin yaranması da reallıq olacaqdır. Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycan cəmiyyətinin də gələcəyin əsasını təşkil edən dəyişikliklərə hazır olması üçün bir mesaj olmalıdır və bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm bu günə qədər gördüyü işləri və onların nəticələrinin gələcəyə ünvanlandığını ayrıca mən vurğulamaq istəyirəm. İkinci bir tərəfdən isə Prezidentimizin dəfələrlə həm qeyd etdiyi, həm də bilavasitə həyata keçirdiyi siyasətin mərkəzində olan gələcəyə hazırlıq strategiyası hesab edirəm ki, Azərbaycan cəmiyyətinin gələcəyin dəyişikliklərinə istiqamət götürmüş bir hərəkətdə olduğunu aydın şəkildə göstərməkdədir. Peşələr cəmiyyətdə baş verən dəyişikliklərin indikatorıdır fikrini söyləmək mümkündür. Qədim dövrlərdə tacirlər meydana gəldi və bu inkişafa təkan verən bir meydan oldu. Ondan əvvəlki dövrdə, müəyyən dövrlərdə cəngavərlər var idi ki, cəmiyyətin inkişafını bunlar təbiidir ki, öz dəstəyini verirdi. Müasir dövrün yəqin ki, aparıcı meyli yeni insan əməyini ciddi şəkildə dəyişdirən, onun məzmununu ciddi şəkildə dəyişdirən yeni texnologiyaların meydana gəlməsidir ki, bu dövrün başlıca İnkişaf meylini də yəqin ki, elə bunda görmək lazımdır. Bu mənada baş verən texnoloji dəyişikliklər əslində mahiyyət etibarilə əməyi dəyişir. Bayaqları burada çarxda göstərdilər ki, əmək dəyişmir. Xeyr, əmək dəyişir. Əməyin dəyişməsi cəmiyyəti dəyişdirir. Əməyin dəyişməsi cəmiyyətdə təkamülü yaradır. Və bu mənada texnologiyaların tətbiq edilməsi əməyin məzmununu, mahiyyətini ciddi şəkildə dəyişdirmiş olur. Əvvəlcə bütün günü ov dalında gəzən insanlar indi günün çox hissəsini televizorun qabağında otururlar və onun əvəzinə isə maşınlar işləyirlər. Maşının iş fəaliyyəti isə əmək deyil. Əmək yalnız insana məxsus olan fəaliyyətdir. Bu mənada, əziz dostlar, gənclər, əmək dəyişir. Əməyin məzmunu ciddi şəkildə dəyişir və bu dəyişiklik cəmiyyəti dəyişdirir. Cəmiyyətdəki ictimai münasibətləri dəyişdirir. Cəmiyyətdə əmək bölgüsünü dəyişdirir. Cəmiyyətdə mövcud imkanlardan faydalanmaq şansını dəyişdirmiş olur. Bu mənada əməyin dəyişməsi, yeni texnologiyaların meydana gəlməsi, yeni texnologiyaların nəticəsində yeni peşələrin meydana çıxması ictimai inkişafın istiqamətini müəyyənləşdirən bir
prosesdir. Mən güman edirəm ki, Azərbaycan cəmiyyəti bugün özü üçün prezidentimizin tapşırığı və onun rəhbərliyi altında çox düzgün bir istiqamət seçibdir. Yeni peşələr təbii olaraq meydana gələcəkdir. Bu qlobal bir prosesdir. Və bu qlobal prosesdə ciddi rəqabət mübarizəsində o ölkələr və dövlətlər qalib gələcəklər ki, bu qlobal prosesin mahiyyətini təşkil edən texnoloji yenilikləri dərk etsin, tətbiq etsin və bu texnoloji yeniliklərin yaratdığı imkanlardan maksimum faydalana bilsin. Gələcək cəmiyyət yalnız bunun üzərində qurulacaq. Ondan sonra da inkişaf olacaqdır. Hələ biz onu yəqin ki, görə bilmirik. Bu çox gələcəkdə olacaqdır. Bugün bizim görə biləcəyimiz isə həmin o texnologiyalar, süni intellekt, robot texnologiyalar əsasında iqtisadiyyatın və istehsalın təşkil etməsinə cəhd göstərməkdən ibarətdir ki, dünyada baş verən çox kəskin, dərin rəqabət mübarizəsində biz geridə qalmayaq və güman edirəm ki, prezidentimizin tapşırığı və seçdiyi strategiyada bizə imkan verməyəcəkdir ki, biz geridə qalaq. Təbii ki, yeni peşələrlə əlaqədar olaraq çox ciddi çağırışlar meydana gəlir. Bu çağırışlardan biri ondan ibarətdir və mən bunu dedim, yeni texnologiyaları dərk etmək və yeni texnologiyaları tətbiq etmək, yəqin ki, müasir dövrün ən vacib çağırışlarından biridir ki, Azərbaycan hökuməti bu istiqamətdə lazım olan işləri prezidentimizin tapşırığı əsasında yerinə yetirir. Digər çox bir ciddi proses ki, əməkdə baş verən dəyişikliklər, yeni yaranan peşələr, əmək resurslarının əmək bazarının tələblərinə və ehtiyaclarına maksimum uyğunlaşdırılmasından ibarətdir ki, bax bu günləri sizin qoyduğunuz məsələyə maksimum şəkildə riayət etməsini bilavasitə nəzərdə tutur. Yeni peşələrin öyrənilməsi, insanların, gənclərin yeni peşələrə hazırlanması, gənclərimizin gələcəyə hazırlanması, gələcək həyatın tələblərinə rəqabət mübarizəsində uyğun gələ biləcək bir kadrlar kimi yetişdirməsi, bu güman edirəm ki, indiki dövrün ən vacib çağırışlarından biridir. Və təbii olaraq bir məsələni də mütləq şəkildə bir çağırış olaraq mən vurğulamaq istəyirəm ki, bu da ondan ibarətdir ki, yeni dövr mütləq şəkildə yeni məşğulluq və sosial rifah modelinin hazırlanmasını mütləq şəkildə qarşıya qoyur. Azərbaycan təbii ki, bizim şəraitimizə uyğun şəkildə mən bunu demək istəyirəm. Bir pambıq yığan maşın, indiki mövcud olan maşınlar 40-50 adamın işini əvəz eləyir. Amma yeni nəsil pambıq yığan maşınlar yüzlərlə insanın əməyini əvəz eləyə biləcəkdir, onun əvəzinə işləyə biləcəkdir. Və bununla əlaqədar olaraq həm məşğulluğun, həm də sosial rifahın yeni modelinin yaradılması ölkəmizin və dövlətimizin qarşısında duran çox vacib məsələlərdən biridir və bu nəinki təkcə bizim ölkəmizdə, bütövlükdə qlobal miqyasda qarşıda duran məsələlərdən biridir. Bu vəzifələri yerinə yetirən başlıca iştirakçılar kimlər olmalıdır? Təbii ki, təhsil. Təhsilsiz burada nə isə əldə etmək mümkün deyildir və Azərbaycanın bu mənada konkret olaraq Azərbaycanın təhsil strukturu qarşısında gənclərimizin yeni peşələrə və bundan əvvəl də hələ bugün bizim bilmədiyimiz, bundan sonra meydana çıxacaq peşələrə hazırlanması üçün təhsilimizi ona uyğunlaşdırmaqdan ibarət olan bir vəzifəni mütləq şəkildə yerinə yetirməlidir. Elmin inkişafı olmadan təbii ki, yeni texnologiyaların nə yaradılmasını, nə də onun səmərəli şəkildə istifadəsini, tətbiq edilməsini həyata keçirmək mümkün deyildir. Təbii olaraq dövlətin məşğulluq administrasiyasının qarşısında da ciddi vəzifələr durur. Hörmətli nazir burada bəzi məsələlər haqqında dedim. Təbii olaraq burada müxtəlif modellər ortaya çıxacaqdır. İndi əmək resurslarla əlaqədar çətinlik çəkən, sıxıntıları olan dövlətlərdə yeni texnologiyaların inkişafı onlar üçün yeni meydanlar açır. Amma əmək resurslarında heç bir sıxıntısı olmayan, o cümlədən Azərbaycanda bu kateqoriya ölkələrə aid etmək olar. Yeni texnologiyaları inkişaf etməsi çox ciddi sosial xarakterli çağırışlar meydana gətirir ki, bizim dövlətimiz və məxsusi olaraq dövlət məşğulluq administrasiyası məsələlərə ciddi şəkildə hazır olmalıdırlar. Və beləliklə də hesab edirəm ki, bizim müvafiq qurumlarımızın gələcəyin peşələrini hazırlatmaq üçün, ona hazır olmaq üçün, cəmiyyətimizin gələcəyinin hazırlanması üçün bir startı götürübsə, hesab edirəm ki,
bizim cəmiyyətimiz prezidentimizin tapşırığı əsasında bu istiqamətdə çox ciddi şəkildə düşünür, diyaloq aparır, diskusiyalar keçirdir və bütün bunların nəticəsi də olaraq ondan ibarət olacaqdır ki, bizim gənclərimiz gələcəyə daha yaxşı hazırlaşmış olacaqlar. Gələcək bizim istəyib istəməməkdən asılı olmayaraq gələcəkdir. Amma biz o gələcəkdə hansı yeri tutacağıq? Artıq bu bizim özümüzdən, dövlət olaraq fəaliyyətimizdən, cəmiyyət olaraq fəaliyyətimizdən, gənclər olaraq gələcəyə özümüzü hazırlamamızdan asılı olacaqdır. Bu işlərdə bu tədbiri keçirənlərə uğurlar arzu edirəm və əmin edirəm ki, uğur da olacaqdır. Sağ olun. Ətraflı çıxışınıza görə təşəkkür edirik, hörmətli Əli müəllim. Əziz qonaqlar, dəyərli xanımlar və cənablar, biz hazırda 2050-ci ilə simulyasiya edəcəyik. Gəlin bir neçə dəqiqəlik zamanda səyahət edək. Bəlkə də çoxumuz narahat olacaq, amma zaman maşının idarə edilməsi bizim əlimizdədir. Ona görə də tez bir zamanda 2050-ci ildən qayıdacağıq. Bəzi xəbərlər elə qəribə olur ki, və bizdə sual yaradır. Görəsən bu xəbərləri kim tapıb və bunun izləyən müəllifi kimdir? Bugünkü gündə aparıcı olaraq mənim üçün də maraqlıdır. Görəsən gələcəkdə biz cəmiyyətə, tamaşaçılara hansı xəbəri çatdıracağıq? Hazırda izləyəcəyiniz xəbərləri də elə sizdə sual yaradacaq. Görəsən bunun izləyən müəllifi kimdir? Bilmək olmaz. Gələcəyin bəlkə də ən yaxşı xəbərlərinin izləyən müəllifi ilə biz olacağıq. Söhbətin nədən getdiyini isə hazırki xəbərləri izlədikdən sonra biləcəyik. Ötən gün robot təmizləyicilər gün ərzində həddindən artıq çox işlədiklərini əsas gətirərək robotların hüquqlarının müdafiəsi təşkilatına şikayət meyli ünvanlamışdılar. Müsahibə zamanı özünüzü 5 il sonra harada görürsünüz, sualını verən HR robotunu müsahibəyə gələn namizəd qəsdən söndürüb. Hadisə ilə bağlı həmin şəxsə Cinayət Məcəlləsinin 234-cü qəsdən robot söndürmə maddəsi üzrə cinayət işi başlanıb. Nizami küçəsində iki robot arasında insident baş verib və onlar bir-birlərinə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Araşdırma zamanı məlum olub ki, hadisənin əsas səbəbi robotların mən daha ağıllıyam iddiası üzərində yaranan fikir ayrılığı olub. Bugün səhər saatlarında Bakı-Şuşa hiperloop xəttində gecikmə baş verib. Adətən 19 dəqiqəyə məsafəni qət edən hiperloop yaranan texniki nasazlıq səbəbilə səfərini 25 dəqiqəyə tamamlayıb. Növbəti il Metaverse Arena'da keçiriləcək Novruz şənliyinə Avropadan olan məşhur avatarlardan biri qatılacaq. Onun tədbirdə keçəl rolunda çıxış edəcəyi bildirilib. Qəbələdə təşkil olunan 10-cu AI musiqi festivalına rekord sayda qonaq qatılıb. Festivalın təşkilatçıları bunun son illərdə süni intellekt musiqisinə artan marağın göstəricisi olduğunu bildiriblər. Əziz qonaqlar, sizə təqdim olunan xəbərlərin hər biri süni intellekt vasitəsilə ərsəyə gətirilib. Sual yarana bilər, görəsən süni intellekt bizim işimizi əlimizdən alacaq yoxsa yox. Bu, hazırda aktual və çoxunu narahat edən mövzulardan biridir. Bugünkü panel müzakirələrində də məsələ bu mövzuya xüsusi bir yanaşma olacaq. Odur ki, irəliyən dəqiqələrdə hər birinizdən bu müzakirələr zamanı aktiv olmağı gözləyirik. Dəyərli qonaqlar, biz davam edirik. Sammitin ideya və məqsədinə əsr olunan növbəti çıxış üçün sözü Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri cənab Orxan Məmmədova ötürürük. Hörmətli tədbir iştirakçıları, hörmətli millət vəkilləri, dəyərli sahibkarlar, hər birinizi Kobi adından salamlayıram. Bugünkü sammitimizin mövzusu günümüz üçün aktual bir mövzuya həsr olunub. Əmək bazarı ilə bizneslərin ehtiyacları arasında düzgün və proqnozlaşdırılan əlaqələrin təmin edilməsi bir çox hökumətlərin qarşısında duran mühüm çağırışlardan biridir. Sürətli texnoloji yeniliklərin və bazar dinamikasında gözlənilməz dəyişikliklərin baş verdiyi bir mühitdə bizneslərin çevik adaptasiya olması və inkişaf etməsi əhəmiyyətli dərəcədə onların malik olduğu işçi qüvvəsindən çox asılıdır. Bu baxımdan kadrların peşəkar hazırlığı strategiyası
təkcə işçilərin mövcud vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün deyil, ümumilikdə iqtisadiyyatların gələcək çağırışlara hazır olması baxımından da çox vacibdir. Lakin bugün müşahidə etdiyimiz olduqca dinamik transformasiyalar və elmi yeniliklərin biznes proseslərinə çevik keçidi, işçi qüvvəsinə və peşələrə olan ehtiyacların proqnozlaşdırılmasını və ona hazırlığı bir qədər də çətinləşdirmişdir. Əvvəllər peşələrin köhnənilməsi və yenilərinin yaranması üçün yüzilliklər və dekadalar tələb olunurdusa, indi bu artıq sadəcə illər ilə ölçülür. Ümumdünya İqtisadi Forumunun son hesabatına əsasən 2030-cu ilə qədər yeni qlobal makro meyllər nəticəsində 170 milyon yeni iş yeri yaradılacaqdır. Bu dövrdə texnoloji inkişaf, yaşıl keçid, iqtisadi və demoqrafik dəyişikliklər fonunda qlobal əmək bazarı əhəmiyyətli formasiyaya məruz qalacaqdır. Qeyd edilən meyllər həmçinin 92 milyon işlərin itməsinə gətirib çıxaracaqdır. Generativ sünni intellekt texnologiyalarının təsiri altında 2030-cu ilə qədər işçi qüvvəsinin baza bilik və bacarıqlarının 40%-ə yaxın həcmində dəyişikliyə məruz qalacağı gözlənilir. Bəs bu yeni şəraitlər əlbəttə ki, bizneslərə öz təsirini göstərəcəkdir. Davamlı öyrənmə, ixtisas artırma və ixtisas dəyişmə proqramlarına xüsusi diqqətin yetirilməsi gələcək bilik və bacarıq tələblərinin daha effektiv şəkildə idarə edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edəcək. Məhz effektiv liderlər və güclü rəqəmsal, analitik və ünsiyyət bacarıqlarına malik istedadlar bizneslərin gələcəyə hazırlığını müəyyən edən əsas amillərdən olacaqdır. İri müəssisələrlə müqayisədə əlbəttə ki, kiçik orta biznes subyektləri daha məhdud resurslara malik olur ki, bu da adekvat insan resurslarına olan ehtiyacın qarşılanmasını bir qədər də çətinə salır. Azərbaycanda da kiçik orta biznes sektoru məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malikdir və muzlu işçilərin təxmini 44% məhz kiçik orta biznes subyektlərində çalışır. Qeyd etdiyim bu amillər nəzərə alınmaqla KOB-ların peşə və biznes təlimlərinə cəlb edilməsində bütün maraqlı tərəflərin, xüsusilə də dövlətin iştirakı və dəstəyi olduqca vacibdir. KOBİ olaraq biz də KOB subyektlərinin bilik və bacarıqlarına çıxışın artırılması istiqamətində müxtəlif işlər həyata keçiririk. İlk növbədə bizneslərin təlim və kadr ehtiyaclarının öyrənilməsi və adekvat cavab strategiyasının hazırlanması məqsədi ilə mütəmadi sorğular həyata keçirilir. Ötən il ölkə üzrə həyata keçirilmiş sorğu nəticələri KOB subyektlərinin biznes təlimlərinə marağını göstərmişdir. Belə ki, respondentlərin 40%-ə yaxını ötən bir il ərzində işçilərin təlimlərdə iştirak etdiyini və 85% bu və digər səviyyədə təlimlərin effektiv olduğunu bildirmişdir. Rəyi soruşanların 44%-i təlimlərin şirkət büdcəsi hesabına maliyyələşdirildiyini, 52%-dən çox hissəsi isə pulsuz təlimlərdə iştirak edildiyini qeyd etmişdir. Sorğunun digər maraqlı nəticələrindən biri peşəkar işçi heyətinin tapılmasında çağırışlar ilə bağlıdır. Bizneslərinin 73%-i müvafiq sahədə çətinliklərlə üzləşir. KOBİ tərəfindən KOB subyektlərinin biznes və yumuşaq biliklərinin artırılması məqsədi ilə iki mühüm infrastruktur vasitəsilə dəstəyimiz təmin edilir. Bunlar ilk növbədə KOB inkişaf mərkəzləridir və KOB model müəssisəsidir. Müxtəlif regionlarda 2020-ci ildən fəaliyyət göstərən KOB inkişaf mərkəzlərimiz pulsuz təlim, məsləhət və mentorluq xidmətləri təmin edir. Mərkəzlərin təşkil etdiyi müxtəlif təlimlərdə indiyə qədər 60 mindən çox sahibkar və biznes fəaliyyətinə başlamaq istəyən şəxslər faydalanmışdır. Təlimlərin əlçatanlığını artırmaq məqsədi ilə onlayn platforması fəaliyyət göstərir və burada 200-ə yaxın təlim videosu və özünü qiymətləndirmə testi yerləşdirilmişdir. Dövlət, özəl sektor və universitet əməkdaşlığı
əməkdaşlığı çərçivəsində isə istifadəyə verilmiş KOP model müəssisəsi sahibkarlıq subyektlərinin inkişafı üçün görmə, eşitmə və icra etmə konsepsiyası əsasında fəaliyyət göstərir və konkret olaraq praktiki bilik və təcrübənin birləşdiyi unikal bir mərkəzdir. 2025-ci ilin ötən dövrü ərzində 1400-ə yaxın sahibkar və istehsalat sahəsində çalışan mütəxəssislər KOP model müəssisənin xidmətlərindən istifadə etmişdir. Müəssisənin məqsədi sahibkarlara öyrəndikləri bilikləri öz müəssisələrində tətbiq edərək məhsuldarlığı artırmağa, həmçinin xərclərə qənaət etməyə və istehsal prosesindəki itkiləri azaltmağa yönəlmişdir. Müasir peşələrə yiyələnmiş və biznes təlimləri keçmiş şəxslər bizim üçün əlbəttə ki, təkcə KOB-ların işçi qüvvəsi olan ehtiyacını ödəyən resurslar deyil, eyni zamanda potensial bir sahibkarlarıdır. Biz müxtəlif əhali qrupları qarşısında biznes düşüncə tərzinin təbliğinə xüsusi diqqət yetiririk və dövlət özəl sektoru təmsil edən tərəfdaşlarımız ilə hədəfli bir proqramlar hazırlayırıq. Bu sayədə Dövlət Məşğulu Agentliyini qeyd etmək istərdim. Onlar ilə məhsuldar və faydalı əməkdaşlıq mövcuddur. Gənclərin biznes emalatxanası və Qarabağ KOB-ları kimi layihələr çərçivəsində özünün məşğulluğun təmin edilməsi və yeni mikro, kiçik bizneslərin yaradılması məqsədi ilə birgə məqsədyönlü iş aparılır. Qeyd etdiyim kimi, əməkdaşlıq platformaları ölkəmizin əmək bazarının inkişafı, eləcə də mövcud və gələcək çağırışlara hazırlıq baxımından da səylərin birləşdiyi uğurlu bir nümunələrdir. Çünki məhz bütün maraqlı tərəflərin iştirakı ilə müvafiq sahədə daha effektiv nəticə əldə etmək mümkündür. Bugün təkcə edilən summit bu sahədə ekspertlərinin, dövlət sektoru nümayəndələrin, akademik dairələrin və şirkətlərin bir araya gəlməsi, maraqlı müzakirələrin aparılması və müxtəlif təcrübə bölüşdürülməsi və maraqlı tərəflərin irəli sürülməsi üçün hesab edirik ki, əlverişli bir platforma olacaqdır. Və sonda summitin işinə uğurlar arzu edirəm və əminəm ki, sahibkarlar üçün bu summit xeyirli, bərəkətli olacaqdır. Təşəkkür edirəm. Çıxışınıza görə təşəkkür edirik, hörmətli Orxan müəllim, çox sağ olun. İndi isə söz Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri cənab Musa Quliyevə ötürülür. Hörmətli xanımlar və cənablar, əziz gənclər, Gələcəyin Peşələri Sammitinin bütün iştirakçılarını salamlayıram. Bu vacib və faydalı tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Zirvə toplantısının işinə uğurlar arzu edirəm. Aktiv sosial müdafiənin çox mühüm tərkib hissəsi olan peşə yönümü insanların düşünülmüş şəkildə öz karyera yolunu seçməklərinə kömək edən vacib bir prosesdir. Doğru karyera seçimi fərdin həyat keyfiyyətini yaxşılaşdırır, şəxsi inkişafına kömək edir və uğurlu karyeraya təkan verir. Peşələrin sürətlə dəyişdiyi və yeni istiqamətlərin ortaya çıxdığı müasir dünyada karyera seçimi hər bir fərdin özünü dərk etməsində əsas rol oynayır. Düzgün peşə seçimi şəxsin yaşam keyfiyyətinə, öz işindən və peşəsindən zövq almağına, gəlir səviyyəsi və karyera yüksəlişinə, habelə insanın cəmiyyətə verdiyi töhfə və bundan doğan məmnunluq hissinə müsbət təsir göstərən ciddi həyat amilidir.
Bu yöndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin gördüyü işləri yüksək qiymətləndirirəm, dəstəkləyirəm və Milli Məclisin Profil Komitəsi olaraq faydalı əməkdaşlığımızdan məmnuniyyət duyduğumu ifadə etmək istəyirəm. Hörmətli həmkarlar, biz bugün buraya toplaşmışıq ki, gələcəyə, indidən yaradılan gələcəyə nəzər salaq. Dünya sürətlə dəyişir, texnologiyalar inkişaf edir, yeni peşələr yaranır, bir çox peşələr sıradan çıxır, əməyin formaları, əmək münasibətləri dəyişir. Hesab edirəm ki, biz inkişafa, tərəqqiyə, yeniliyə açıq olan bir cəmiyyət olaraq yalnız bu dəyişikliklərə uyğunlaşmalı deyil, həm də onların yaradıcısı olmalıyıq. Gələcəyin peşələri sammiti ideyalar, axtarışlar, bilik əldə etmək və cəsarətli qərarlar qəbul etmək üçün unikal bir platformadır. Belə tədbirlər sabah əmək bazarında hansı mütəxəssislərin tələb olunacağını, hansı bacarıqların əsas olacağını və iş axtaranların, xüsusilə gənclərin uğurlu karyera yoluna necə başlayacağını öyrənmələri üçün faydalı, informasiya ilə zəngin, innovativ bir məkandır. Süni intellektin yaranması və bəşəriyyətin iqtisadi, sosial həyatına sürətlə daxil olması artıq 4-cü sənaye inqilabını arxada qoymaqdadır. Gələcəyin gözümüzün qabağında yaradıldığı heyrətamiz bir dövrdə yaşayırıq. Bu yaxınlara qədər fantastik görünən çox şeylər bugün reallığa çevrilir. Süni intellekt, robotlar, rəqəmsal texnologiya, yeni təhsil və iş formaları ənənəvi peşə anlayışını dəyişdirir, yeni reallıqları ortaya qoyur. Bu kontekstdən çıxış edərək bildirmək istəyirəm ki, gələcəyimizi birlikdə qurmalıyıq. Arzu edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşə seçimi ilə bağlı sabaha yönəlik təşəbbüslərini digər dövlət və hökumət qurumları da, vətəndaş cəmiyyətləri də, çivlər, xüsusilə televiziyalarda ardıcıl olaraq dəstəkləsinlər. İnanıram ki, Gələcəyin Peşəsi platforması məktəblərdə, auditoriyalarda, mətbuatda, sosial şəbəkələrdə, hətta ailələrdə aktiv və davamlı müzakirə mövzusuna çevriləcəkdir. Əziz gənclər, Gələcəyin Peşələri sammiti sabah kim ola biləcəyinizi, hansı bacarıqların daha çox lazım olduğunu və qarşınızda hansı üfüqlərin açıldığını bilmək üçün bir fürsətdir. Bəlkə də bugün buradakı tədbir iştirakçılarının bir çoxu indi xəyal kimi görünən peşəsinə doğru ilk addımını atacaqdır. Bu yolda hər kəsə uğurlar arzu edirəm. Qoy bu sammit bütün iştirakçılar üçün ilham və motivasiya mənbəyi, yeni biliklər və cəsarətli hədəflərə çatmaq üçün güclü stimul olsun. Gələcəyinizə xoş gəlmişsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Çıxışınıza görə təşəkkür edirik, hörmətli Musa müəllim. Çox sağ olun. Dəyərli rəsmilər, nitqinizə görə hər birinizə çox sağ ol deyirik və hazırda rəsmi çıxışların sonunda sizə süni intellekt vasitəsilə ərsəyə gətirilən bir klipi təqdim edirik. Görüntü və musiqi süni intellekt tərəfindən ərsəyə gətirilib. Hər birinizə xoş seyirlər arzulayırıq, diqqəti ekrana yönəldirik. Bu ildə vakansiya çox, hansını doldurum bilmirəm. Namizədi yazır proyam, amma soruşsan heç nə bilmirəm. CV-də yazır liderəm, müsahibədə donub qalır. Soft skill deyirsən gül
Qaytar formunu ver o kamanda ruhunu, o sənə də bizə də gərəkdir. Gəl qaytar motivasiyanı, bu inkişaf yolumuz deməkdir. Gəl qaytar sevini, o mənə çox gərəkdir. Veririm sənin CV skorunu, bu sənə də dəstəkdirir. Gəl qaytar job offeri, o sənə heç gərək deyil. Ver mənə yeni CV-ni, bəlkə də o başqa şirkətə gərəkdir. Diqqətinizə görə təşəkkür edirik. Bəli, süni intellekt bizim əvəzimizə bir çox işi gerçəkləşdirəcək, texnologiya bizə yardımcı olacaq, amma unutmayaq ki, yaradıcı potensial yenə də bizdə, insanlardadır. Çünki texnologiya hər hansı bir işi gerçəkləşdirmək üçün sadəcə bir vasitədir, amma ona ruh verən isə biz insanlarıq. Hər birinizə diqqətiniz üçün təşəkkür edirik. Beləliklə, rəsmi hissəmiz yekunlaşır. Biz bir neçə dəqiqəlik çay, kofe fasiləsinə ayrılırıq. Ardından isə sizi ilk paneli müzakirəsində yenidən burada gözləyirik. Təşəkkür edirik hər birinizə.